Dünyanın müxtəlif ölkələrində yüksək keyfiyyətli Azərbaycanlı kadrlar yetişir. Özü də hər bir sahədə həkim, mühəndis, memar və daha neçə belə vacib ixtisasları saymaq olar. Kimisi öz imkanları hesabına, kimisi də Azərbaycan dövlətinin təminatı ilə. Bunun qarşılığında dövlət onlardan təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmalarını gözləyir. Onların da dövlətdən bunun müqabilində gözlədikləri şeylər var. Avropanın mərkəzlərindən sayılan Fransanın Strasburg şəhərində xaricdə təhsil alan Azərbaycanlı tələbələr və məzunlarının forumunda əldə etdiyimiz müşahidələr belə göstərir. Harvard, Stanford, Cambridge, Oxford və bənzər tanınmış universitetlərdə təhsil alan yüzlərlə Azərbaycanlı tələbənin diqqəti Fransanın Strasburg şəhərinə yönəlmişdi. Avropanın siyasi mərkəzlərindən olan bu şəhərdə xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlıların forumu keçirildi. Gündəmdə ixtisas, düşüncə və dəyərlərdən asılı olmayaraq sahib olduğu bilik və bacarıqların ölkəmiz üçün sərf olunması var idi. Azərbaycanda bugün prioritet sosial ədalətin, bərabər imkanların olduğu cəmiyyətin formalaşdırılması və bu ideyanın daha çox insanlara sirayət olmasıdır və əlbəttə ki, demokratik ideyaların gənclər hər zaman daşıyıcısı olmağı bacarıblardır və bu gün də gördüyünüz bu gənclər məhz bu ideyaların daşıyıcısıdır. Fərqli ölkələrdə təhsil alan gənclərin bir araya toplaşmasının əsas məqsədi ondan ibarətdir ki, bu, belə deyim, xaricdə təmsil olunmanın metodlarından, üsullarının bir-birləri ilə tanışlıq vasitəsilə, şəbəkələşmənin inkişafı vasitəsilə Azərbaycanın xaricdə müsbət şəkildə, müsbət imicinin formalaşması və inkişafında mühüm rol oynaya bilsinlər. ASAİF-in təşkil etdiyi tədbirdə dövlət də yüksək səviyyədə təmsil olunurdu. Gənclər və İdman Naziri, Təhsil Nazirinin müavini, Neft Fondunun prezidenti, millət vəkilləri, Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təchizatı şöbəsinin müdiri, Dövlət Qulluğu məsələləri üzrə komissiyanın sədri, səfirlər və özəl şirkət təmsilçilərinin qatıldığı forumda 25 ölkədən 150-dən də çox tələbə iştirak edirdi. Məqsədimiz Azərbaycan gənclərinin, yəni intellektual beyinlərin bir araya toplanması və daha necə Azərbaycan haqqında yeniliklər, yeni inkişaflar əldə eləmək olar. Ən azından 3-4 nəfər Almaniyada mənim kimi ixtisasını davam edən həkimlərlə tanış oldum. Forumda gənclər dövlətdən, dövlət isə gənclərdən gözləntilərini bəyan etdi. Gənclər dövlətdən dəstək istəyib, dövlət nümayəndələri isə gəncləri öyrəndiklərini ən qısa zamanda ölkəmizdə tətbiq etməyə səsləyib. Müstəqilliyin 20-ci illə həsr olmuş forumun açılışı Avropa Şurasının Parlament Assambleyasında baş tutub. Azərbaycan keçib dövrünün müharibənin çətinliklərinə baxmayaraq, gələcək kadr potensialını dünyanın aparıcı universitetlərdə təhsil almasına nail olub, bu prosesdə dövlət dəstəyi göstərir. Minlərlə Azərbaycan gənci dövlət büdcəsi hesabına bugün xarici ölkələrdə təhsilini davam etdirir, təhsilini başlamağa və davam etdirməyə göndərilir və dövlət başçısının iradəsi nəticəsində bu siyasət davam etdiriləcəkdir. Burada Azərbaycan Rusiyadakı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın forum iştirakçılarına müraciəti oxunub. Gəncləri mütəxəssis kimi təhsillərini tamamladıqdan sonra vətənə dönməyə səsləyən Leyla Əliyeva Azərbaycan həqiqətlərinin Avropa məkanında təbliğini, müxtəlif ölkələrdə təhsil alan gənclərin vahid platformada ünsiyyət qurmasının vacib olduğunu bəyan edib. Avropanın siyasi mərkəzində, Avropa Şurasının binasında keçirilən ilk forum mühüm ictimai siyasi